Marneuli munisipatetində icra hakimiyyətinin əməkdaşlarının tədbiri adi rejimdə keçdi. İcra başçısı Pada Abramişviliyə xidmət rəhbərləri müxtəlif məsələlərlə bağlı hesabat verdilər. O, həmçinin kiçik torpaq sahəsi olan fermerlərə vauçerlərin verilməsini nəzərdə tutan dövlətin yeni proqramını da diqqətə yetirdi və müavinə aqrar məsələlərdə qeydlərini bildirdi. Gürcüstan hakimiyyətinin qərarı ilə kiçik torpaq sahəsi olan fermerlərə vauçerlərin paylanması başlandı. 5 hektara qədər torpağı olan hər fermerə torpağın əkilməsi və şumlanması düşür. Otar Çanturiya dövlətin yeni proqramına rəy bildirdi. Onun sözlərinə görə Marneuli munisipatetinə daxil olan 18 birlikdə vauçerlər fevralın 15-nə kimi paylanacaq. Yaz işləri, əkin-səpin işləri artıq başladı. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət proqramı qüvvəyə mindi ki, pulsuz torpağın əkilməsi və şumlanmasını nəzərdə tutur. Bu ilk mərhələdir ki, torpağın əkilməsi və sonra şumlanması pulsuzdur. Marneuli munisipatetinə artıq vauçerlər gətirilib. Bu vauçerlər 18 birliyin hamısında paylanır. İkinci mərhələ mart ayında olacaq. 0-dan 0,25-ə dək torpaq sahəsi olanlar vauçer əldə edəcəklər. Sonraki mərhələ isə artıq 1,25-dən 5 hektara kimi torpaq sahəsi olan fermerlərə aiddir. Onlar artı 140-lik vauçer əldə edəcəklər. Tədbirdə hazırda fəaliyyətdə olan və artıq elan olunmuş tenderlər haqda alqı-satqı xidmətinin rəhbəri Malxas Samaşvili danışdı. 2013-cü il dövlət alqı-satqı planına görə Marneuli munisipatetinin özünün idarəsi müxtəlif infrastruktura obyektlərinin layihə işlərinin alqı-satqısına başladı. İndiki dövr üçün içməli suyun, yolların, kanalizasiya və ətrafın işıqlandırılması layihələrinə müvafiq konkurslar keçirildi. Artıq qiymətləndirmə mərhələsini keçiblər və sabah ya biri gün rəsmiləşmə baş tutacaq. Eləcə də müxtəlif infrastruktura tenderləri elan olunub. Ayın 18-də Axundov küçəsinin yol reabilitasiyasının işinin alqı-satqı tenderi planlaşdırılır. 26 fevralda isə dam örtüklərinin tenderi nəzərdə tutulur. Resurs mərkəzin rəhbəri Kamandar İsmailov icra başçısına 4 nömrəli məktəbdə sıradan çıxmış kanalizasiyanın boruları haqda məlumat verdi. İcra başçısı isə ona işi dərindən öyrənməyi tapşırdı. 4 nömrəli məktəbin həyətində kanalizasiya boruları sıradan çıxıb və su həyətə dolur. Müəllim və şagirdlər məktəbə qədər getməyə çətinlik çəkirlər. Bəlkə necəsə kömək göstərək. Yerli özünü idarədə 2013-cü ilin işlərinin yerinə yetirilməsi gündəlik rejimdə davam edir.